Türk üstünden çıktım. Yukarıda bunu burada olanlar bilir. Arzuman əmim, Zemfira bibim, Salman əmim, Həyat mamam. Yukarıda yurt saldığı. Erməni geldi. Bulağın üstündeydi. Nümayiş mitingi elədi. Biz de mecburi köçdük bura. Həmin yerin bulaqdan ora tərəf çıxıram. Bax deyə buradaydı. Burada talada alaçığımızı değiştik bura. Değiştik ora. Bir müddet. Allah rəhmət eləsin. Zürhab dayım. Zürhab dayım. Gil ve biz. Bak inanın Allah'a. İnan Allah'a. Bu qoz ağacı var ha. Bir bu. Bir de bu. 80-cı illərdən var. Düzdür, dibin kol-kos basıb. Həmin qoz ağacı. Bu qoz ağacının dibində. Qəşəng alaçığımızı qurduq, köçüdük bura. Ondan sonra böyründə inəklərə axır düzəltdik. Sonra tubulğu ağaçlarından qırdıq. Qəşəng mətbəx, nə bilim, meyvə tərəvəz, ərzaq yığmaq üçün polkalar düzəltdik. Amma burada bu qoz ağacının dibində. Şimdi aşağıda təzə tikili. Bu ağacın dibi yüzü belə. Düzdür, bizdən də qabaq 70-ci illərdə tövlə olub. İnək tövləsi yəni ki. Sonra dəyişilib. Bax, Arzuman əmim, Salman əmim, Zemfira bilər. Gəldi İsa, Cümşüd dayının oğlu rəhmətli İsa da zilin verdi bura. Partav oyunda ailə uşaq yığıldılar. Yataq otağı eləyib qaldılar ha. Bax İsa zilin bura vermişdi bu qozun dibinə. Bura o vaxtda açıqlıq idi. Bu ağaçlar 30 ildə bitib böyüyüb. Burada bitki yok idi, yəqin ki bilirdiniz. Burada da heç nə yox idi. Bunun düşdü aşağı. Ona görə də üzürü hesab eləyin. Bu böhkanlar son 30 ildə bitib. Bax belə çəmən, gözəllik. Burada uşaq idik biz. Mən də, Zəkiyə də, Safaya da bunlar daim kızları idi. Burada məskunlaşırdıq. Nə bilim, burada çıxırdıq. Yüzü belə kəhliyotu, çay çiçəyi, qantəpər yığırdıq. Yəni ki, bu hissəni onların yadına düşər. Bax, bu qoz ağacı. Bunun dibində ev qurduq, palatka ha. Bunun Safaya da yaxşı bilir, Zəkiyə də. Həmin yeri. Sonra Cümşüd dayın oğlu isə gəldi, zilin verdi bura. Arxasında Kuzasın otaq ev elədi qaldı. Bax, həmin yerdir. Burada da tövlə var idi o vaxtda. Hələ o vaxtda dağılıb getmişdi, qalmışdı indi. Hamısı pal ağacıdır bu. Mən də üzü belə gedirəm. Bax, o yamaç vardı, güney. Oradan görüm kəhliyot yığım. Ay. Ay Allah, özün kömək ol. Qəşəng, təbiət. İnan Allah'a bu Turşsu dərəsinə, dağlarına pay bərabəri yoxdur bu gözəlliyin. Gəlmişdim Turşsuya. Su içdiyim, amma su götürməmişəm. Ola bilər deyəsiniz ki, bana da su gətirin. Çünki mən inan Allah'a 11 kilometr piyada gəldim. Böyük toğum paşdişdi. Toğum 1 kilometrindən keçəndən sonra böyük tağların yanından bura 11 kilometr piyada gəldim. Çünki maşın gəlmir, mümkün deyil. Gətirmişdik sumkalar, çirəyimizdə yemək, içmək, ərzaq. Bunda yedişdik, xırdapara şeylər. İnanın özümə yarım litr su götürdüm Turşsuda. Çünki bu artıq götürəmirəm. Gələndə çox havanın istisinə düşdü, çox yoxuş, padyum. İndi də belə yüklü qayıtmaq olmur. Amma inan Allah'a bu təbiətin gözəlliyinə dəyərdi gəlib getmək. Bura əsil cənnət. O kimlərsə deyir ki, kimlər uğrunda zəncirləyib, özlərini qırışdırıb öldürür ha. İnan, əbəs yerdir. Öləndən sonra da əbəs yerdir. Cənnət görmək istəyirsiniz, gəlin bura. Bax, o dağlar var ya buradan. Bizdə Turşsudan belə çıxırdı. Bax, bu dağların üstü ilə gedirdin, atla gerin cığır gedirdi. Onun o tayına Yonqarça vardı. Yonqarça yaylağı. Bak, cənnət burada.
İnanın ki, Cənnət Qarabağdır. Boşuna söhbət